Tarixdə yazırlar, iki qardaş arasında, o qardaşla bu qardaşın arasından bir çay axırmış. Olur, aman bu nəfsin əlindən, aman bu dünya malının əlindən. Bu dünya malı bizi özünə o qədər aludə eləyib həqiqətdə, bəzən qardaşı qardaşdan eləyir, bəzən atanı oğuldan eləyir, bəzən canını uğrunda verəcəyin bir dost, qardaş üçün də səni uzaq tuta bilir. Dünya malı belə bir. Və bunun başında da insan nəfsi dayanır, insanın öz nəfsi dayanır. Elə olur, qardaşlar arasında soyuq münasibət yaranır, mübahisə yaranır və böyük qardaş gedir bir usta çağırır, ustaya göstəriş verir. Deyir ki, qardaşımla mənim aramda bu çayla aramızdakı çay var, bir divar hör. Mən istəmirəm o tərəfə baxım, istəmirəm onu görüm. Ümumiyyətlə, görəndə narahat olan, əsəbmə, qəzəbmə hakim olmuram. Bu, usta da çox dünya görmüş və mərhəmət duyğuları onda hakim olan bir insan olduğundan qardaş buna tapşırıq verir, gedir və bir neçə gündən sonra qaydanda görür ki, bu usta qardaşlar arasında divar tikmək əvəzinə çayın o tərəfindən bu tərəfinə bir körpü salır. Mövzumuz məhəbbət körpüləri salaq, divar tikməyək deyə mövzumuza uyğun bu hekayəni mütaliə eləyəndə qarşıma çıxdı, ona görə qeyd edirəm. Bu deyir, kiçik qardaş, böyük qardaşdan xəbəri yoxdur ki, ustaya bu göstəriş verib ki, divar tik, mən onu görmək istəmirəm. Bu körpünü görəndə fikirləşir ki, elə günah məndədir, səhv xəta məndədir, qardaşım bu körpü ilə istəyir mənə deyə ki, qardaş, mən səndən ayrılmaq istəmirəm, mən istəyirəm biz biri olaq. Qardaş o qardaşın qəlbindəkindən xəbər tutmadan körpünü aşaraq gəlir qardaşını bir bağrına sıxır, üzrxahlıq edir. Ona görə çalışağın həyatda o körpü salanlardan olaq. Sevgi ilə, məhəbbətlə qəlbləri birləşdirən, bütövləşdirən şəxs olaq.